Konfutsi, həyat bədbin olmaq üçün çox qısadır. Aforizmlər. Hətta ən güclü yaddaş belə mürəkkəb qədər uzun ömürlü deyil. Ən böyük səhvlərimizdən dərs almamağımızdır. Bir kitabı hər vərəqləyəndə yeni şeylər öyrənirsiniz. Bircə dəfə görmək minlərlə söz eşitməkdən daha təsirlidir. Dürüstlük və həqiqət bütün fəzilətlərin təməlidir. Öyrənməyə həvəs göstərmək müdrikliyə ən yaxın pillədə dayanıb. Doğru qərarlar verib onlara sadiq qalmağa çalışın. Həddindən artıq qəzəblənəndə öz-özünüzə nəticələrini düşünün. Müdrik insanın yeganə məqsədi həqiqətə çatmaqdır. İnsanlara öndərlik edin, bir nümunə formalaşdırın. Ən güclü döyüşçü özünü fəth etməyi bacarandır. Səssizlik ən yaxşı yoldaşdır, sizə əsla xəyanət etməz. Yalnız ən axmaqlar və ən müdriklər heç vaxt dəyişməzlər. Rəqs edə bilməyən insana heç vaxt qılınc verməyin. Sədaqət və dürüstlük ən vacib iki duyğudur. Ümidini heç vaxt itirməyən insan ən cəsur insandır. Xalqların gücü evlərindəki əminamanlıqdan asılıdır. Qaranlığı yamanlamaqdansa bircə şam yandırın. Üç şey heç vaxt gizli qalmaz. Günəş, ay və gerçəklər. Hara gedirsiniz gedin, ürəyinizlə gedin. 2 dəfə düşünmək kifayət qədər düşünmək deməkdir. Ən uzun müddətli səfərlər belə kiçicik bir addımla başlayır. Ziyanı ədalətlə bərpa edin, yaxşılığı isə yenə də yaxşılıqla. Özünü dərk etmək müdrikliyin açarıdır. Günəş də, ay da hamının üzünə eyni cür parlayar. Bir millətin xüsusiyyətlərini rəqslərindən anlamaq olar. Müdriklik, insanlıq və cəsarət, 3 ümumbəşəri dəyərdir. Məqsədsiz irəliləməkdənsə olduğunuz yerdəcə qalın. Artığına tamah etmək ehtiyac içində qalmaq qədər pisdir. Söylədiklərimi əslində həqiqətən söyləmədim. Tanıdığım insan qədər insan bağışlayıram. Gələcək nəsillərimiz bizim ən böyük xəzinəmizdir. Ən gözəl şeylərin də artığı kədərə səbəb olur. Şüşəni çilik-çilik edən çəkic dəmiri döyər. Müdrik insanı yalnız bacarıqsızlıq incidər. Bircə əzmli işçi 1000 köləyə bərabərdir. Hamı kimi olun, eyni zamanda da fərqli olun. Lider olmazdan əvvəl insan olmalısınız. Yolları fərqli olanlar ortaq xəyallar qura bilməzlər. Bircə təbəssüm bütün dərdləri yuyub aparır. Musiqinin vətəni insan ruhunun mərkəzidir. Əxlaqlı bir insan heç vaxt pis ola bilməz. Pis insanlar musiqi ilə maraqlanmazlar. Palçığa daş atan torpağı itirər. Müdrik insanlar rahatlığı suda tapır. Etibarsız insan lazımsız insandır. Tanrı həqiqətən də varmış kimi dua etməliyik. Ağıllı insanın uğrunda mübarizə aparacaq heç nəyi olmur. Tək bir qum dənəsindən var olur inci. Hər bir səfər kiçik addımla başlayır. Yaxşı insanlardan yaxşı döyüşçü olmaz. Heç kim anadan gəlmə pis insan deyil. Qəzəbli insan daim zəhərlidir. Sözlər qəlbimizin səsidir. Gələcəyi düşünməyən insan sonradan çox peşman olar. Müdrik insan naməlumluğa qarşı daim hazırlıqlıdır. Özünü dəyərsiz görən insan heç vaxt xoşbəxt ola bilməz. Dövlətlərin rifahı pulla yox, ədalətlə ölçülür. Cömərd insanın fikir etməsinə ehtiyacı yoxdur. Müdrik insan uğurlarına da sərhəd qoyur. Öyrənməkdən və çalışmaqdan heç vaxt yorulmayın. Ölüm qədim bir razılaşmadır, heç vaxt pozulmaz. Səbirsizlik sizi məqsədinizdən uzaqlaşdırar. Elə qonaq var, gəlişi insanı xoşbəxt edir. Eləsi də var, gedişi. Məni cənnət yaratdı, bəşəriyyət mənə nə edə bilər? Rahatlığını düşünən insanlardan yaxşı müəllim olmaz. Cənnət, dürüst və ağıllı adamlara uzun ömür bağışlar. Heç kimi nələrisə anlamağa məcbur edə bilməzsiniz. Müdrik insanın axtardığı bütün cavablar özündədir. Qəzəblə düşünən insan daim səhvə yol verər. Təkcə özünüzə məlum olan fədakarlıqlarınız daha dəyərlidir. Susmaq insanı ələ verməyən sadiq dostdur. Çətinlik çəkmədən yaşanan həyata həyat demək düz deyil. Həyat belində ağır yüklə getdiyin uzun bir yoldur. Gözəl qadınlar bir çox kişinin bədbəxtlik səbəbidir. Hamı təhsil alarsa, sinfi bərabərsizlik aradan qalxar. Rəsm də bir şeirdir, tək əskiyi sözcüklərdir. Ən böyük səhvlərimizi düzəltməməyimizdir. Dostlarınızı daim tənqid etməyiniz dostluğunuzu pozar. Biliyi sevmək addım-addım işığın yoluna yaxınlaşmaqdır. Öyrənməyi sevənlər həmişə yaxşılıq yolunda irəliləyirlər. Səmimi olmayan heç bir fədakarlıq gerçək deyil. Ən rahat anda da təhlükəyə hazır olun.
Həyatda dəyişməyən yeganə şey dəyişikliyin özüdür. Yaxşılıq bütün insanlığın ortaq xüsusiyyətidir. Hamıya qucaq açan insan müdrik insandır. Dürüstlük cənnətə aparan yoldur. Ən yaxşı nitq qısa və dəqiq olandır. Qəlbi doğru olanın yolu da doğru olar. Öldürərkən belə qaydalara əməl etməli insan. Quyu dərin deyil, ip qısadır. Əskiklik də pisdir, artıqlıq da. İnsanları danışdıqlarına görə mühakimə etməyin. Bığsız kişi ruhsuz kişidir. Söhbətin bütün məqsədi razılığa gələ bilməkdir. Mövcud olan heç nə əskik deyil əslində. Həyatı başa düşmədən ölümü necə anlaya bilərik? Eşitdiklərimi unudaram, gördüklərimi xatırlayaram, etdiklərimi isə anlayaram. Gözləriniz mədənizdən böyükdür. İnsanlıq qəlbin təmizliyidir. Məqsədinizə çata bilməyəcəyinizi anlayanda məqsədinizi yox, sizi ona yaxınlaşdırmalı olan addımlarınızı dəyişdirin. Öhdəliklərinizi məvacibdən üstün tutun. Güclü olmaq heç vaxt yıxılmamaq deyil, hər yıxılanda yenidən ayağa qalxa bilməkdir. Kökünə yaxşı baxılmayan çiçəklər solar. Biliyin əsası onu istifadə edə bilməkdir. Ən çətin iş qaranlıq otaqda qara pişiyi tapmaqdır. İllah da o pişik otaqda yoxdursa. Bir insanı qazanan bütöv krallığı qazanar. Bircə insanı itirən bütöv krallığı itirər. Öyrənib düşünə bilməyən insan sözün əsl mənasında itkidir. Düşünüb öyrənməyən insan isə böyük bir təhlükə. Meşənin dərinliklərindəki çiçək ətrafda onu tərifləyən biri olmasa da öz xoş ətrini yayar. Dürüst insanı nəyəsə inandıra bilərsiniz, amma onu heç vaxt axmaq yerinə qoya bilməzsiniz. Uğur qazanmaq üçün əvvəlcədən hazırlaşmaq lazımdır. Hazırlıq olmasa uğur da olmaz. Dayanmadan getdiyiniz müddətdə nə qədər yavaş yeriməyinizin mənası yoxdur. Müdrikliyin ilk addımı hər şeyi öz adı ilə çağırmaqdır. Zəif insan başqalarını, ağıllı isə özünü çətinə salar. Güclü insanlar çətinlərə sinə gəlməyi bacarır. Ancaq zəiflər çətinliklər qarşısında yolunu hazırlar. Gözəl sözlər söyləməyin və gözəl görünüşün əxlaqlı olmaqla heç bir əlaqəsi yoxdur. İnsan qəlbinin dərinliklərindən yaxşılıq fışqırır. Heç kim pis ola bilməz. İki dovşanı eyni anda qovalasanız, heç birini tuta bilməzsiniz. Bütün cavablardan agah olan insan hələ bütün sualları verməyib. Yollar məqsədlər üçün yox, səfərin məhz özü üçün salınıb. Müdrik insan heç vaxt qərarsız qalmaz. Cömərd insan heç vaxt narahatlıq keçirməz və cəsur insan heç vaxt qorxmaz. Ağıllı insanlar sözlərini qənaətlə işlədərkən, işlərini böyük bir cömərtliklə yerinə yetirərlər. Dünyanı dəyişdirmək istəyirsinizsə, əvvəlcə öz qəlbinizdən başlayın. Hər yerdə bolluq olsa da, heç nədən sonuna qədər istifadə etməyin. Problemini düzgün müəyyən edə bilməyən adam onun həllini tapa bilməz. Sizdən daha yaxşı olmayan biri ilə yoldaşlıq etməyin. Əgər haçansa özünüzü yeniləməyə qərar versəniz, bunu bir anda deyil, tədricən edin. Təcili olanla çox məşğul olmağımız vacib olanı unutdurur. İnsan öz səhvlərinə qarşı qətiyyətli davransa, heç vaxt uğursuzluğa düçar olmaz. Qarşımıza çıxan hər bir çətinlik cildini dəyişmiş yeni bir fürsətdir. Ədalətlə idarə olunan ölkədə yoxsulluq utandırıcı hadisədir. Ədalətlə idarə olunmayan ölkədə isə zənginlik. Əgər qəlbinizə baxsanız və orada yanlış heç nə görməsəniz, qorxacaq nə var bunda? Sual verən insan yalnız bir anlıq axmaqdır. Heç vaxt sual verməyən insansa ömür boyu. Uzaq olanı heç düşünməyən insanın yaxınında kədər toxumları boyatar. Seviləndən heç nə ummayan sevgi ola bilərmi? Məğlubiyyətdən minlərlə dəfə dərs çıxarmaq olar, qələbədən isə yalnız bircə dəfə. Ağıllı insan öz mənafeyini güdmədiyi anda uğur qazanır. Müdrik insanın axtardığı öz daxilindədir, zəif insanın axtardığı isə təəssüf ki başqalarında. Sonradan xatırlamayacağınız müddətcə səhv etmək heç də vacib deyil. Düzgün nişan ala bilməyən oxçu hədəfi günahlandırmaz. Başqa bir ox götürər, özünü ələ alar və yenidən sınayar. Ürəyinizə yatan işlə məşğul olun, beləcə ömür boyu işləmək məcburiyyətində qalmazsınız. Müdrik insan əxlaqlı olmağa üstünlük verir, zəif insan rahat olmağa. İşini düzgün icra etmək istəyən insan əvvəlcə istifadə edəcəyi vasitələri hazırlamalıdır. Fəzilət tənhalıq deyil, fəzilətli insanın ətrafında çoxlu dostlar olur. Yüksək mövqedə olmaq sizi narahat etməsin. Əsas olan vəzifənizi düzgün icra edə bilməyinizdir. Bayıra çıxmağın əsas yolu qapıdan keçməkdir. Niyə heç kim bu yoldan istifadə etmir?
Axmaq insan nəsihətlərə qulaq verməz, ağıllı insan isə onları bütün qəlbi ilə dinləyər. İnsanın 3 ümumbəşəri əxlaq prinsipi var: müdriklik, ehtiras və cəsarət. Kiçik daşları çıxdaş etməzdən dağları yerindən oynada bilməzsiniz. Əməldə istifadə olunmasa biliyin mənası qalmır. Bilik olmadan işə başlamaq isə təhlükəlidir. Ayaqqabım yoxdur deyə gileylənirdim. Ayaqları olmayan bir adam gördüm. Gələcək haqda düşünməyən insan bugününün istirabları ilə qarşılaşmağa hazır olmalıdır. Başqalarını düşünmək gözəl bir cəmiyyətin və gözəl həyatın açarıdır. Təmiz ürəkli insanlar başqalarındakı pisliyi deyil, yaxşılığı görər. Özünüzlə tək qalanda belə unutmayın, müqəddəs olan hər yerdədir. Bacara bilərəm deyən insan da, bacarmaram deyən insan da eyni dərəcədə haqlıdır. Sizi incidənləri unudun, amma sizə yaxşılığı deyənləri heç vaxt yadınızdan çıxarmayın. Hər hansı ölkənin musiqisini dinləməklə idarə etməsini və qanunlarını öyrənə bilərsiniz. Heç kim davamlı olaraq xoşbəxt ya da ağıllı qala bilməz. Hər şey mütləq dəyişər. Sözlərin mənası tükəndikcə insanlar da azadlıqlarını itirərlər. Gələcəyinizi müəyyən etmək istəsəniz, keçmişinizi yaxşı öyrənin. Mütləq mütaliəyə vaxt ayırmalısınız. Yoxsa labüd cahilliklə baş-başa qalarsınız. Xeyirxah insanı məsuliyyət hərəkətə gətirir, əxlaqsızı isə qazanc hərisliyi. Dostlarımıza inanmamağımız onların bizi aldatmasından qat-qat pisdir. Bu günün ən xoşbəxt insanları dünənin ən çox əzab çəkənləridir. Qərarlı, dözümlü, təvazökar insanlar müdrikliyə daha yaxındır. Təhsil özünə inamı qidalandırır. İnam ümidi, ümid isə könül dinciliyini. Öyrədərkən bir tərəfdən də öz bildiklərini davamlı olaraq gözdən keçirənlər müəllim ola bilərlər. Böyük ordular belə öz komandirlərini itirə bilərlər. Ancaq qərarlı insan heç zaman yolunu azmaz. Ağıllı insan musiqi ilə ruhunu qidalandırır. Düşüncəsiz insansa ondan qorxularını bastırmaq üçün istifadə edir. Başqası üçün işləyəndə də özünüz üçün işləyirmiş kimi əzmli olun. İntiqam səfərinə çıxmazdan əvvəl 2 məzar qazın, biri özünüz üçün olsun. Özünüzə rəva bilmədiyiniz şeyi başqasına etməyin. Nəsə öyrənib sonra öyrəndiklərini düşünməyən insan təhlükəlidir. Düşünüb öyrənə bilməyən insansa təhlükədədir. İdarə etmək düzəltməkdir. İdarə etmək düzəltməkdir. Düzgün örnək formalaşdırsanız, idarə etmədə kim səhvə yol verə bilər? İnsanın özünü mükəmməlliyə çatdırması əxlaqi inkişafın ən vacib addımıdır. Həqiqəti bilənlərlə həqiqəti sevənləri eyni tərəziyə qoya bilməzsiniz. Tikənizi paylaşma üsulunuz həyatınızı necə yaşadığınızın göstəricisidir. Daha çox iş görməyə çalışsanız, sonda heç nə əldə edə bilməzsiniz. Günə düzgün yolda başlayan insan axşam heç bir peşmanlıq hiss etmədən ölə bilər. Fəzilətli insanlar şərəflərini qorumaq üçün lazım gəlsə ölümü gözə alarlar. Zehni narahat edən fikirlərə, yaralayan sözlərə əhəmiyyət verməyən insan ağıllı insandır. İnsanlıqdan yoxsul şəxsin yaşadığı heç bir xoşbəxtlik gerçək deyil. Böyük insan addım atmazdan əvvəl özünü sakitləşdirir, danışmazdan əvvəlsə fikrini cəmləyir. Hər şeyi bilmək heç nəyi bilməməkdir, ancaq heç nə bilməmək hər şeyi bilməkdir. Əlbəttə, var dövləti atsan istəyirsiniz. Bunları kim istəməz? Əsas məsələ budur. Nələri qurban verə bilərsiniz? İnsanın bütün həyatını əhatə edən hadisələrə tətbiq olunacaq ortaq bir ifadə var, qarşılıqlı. Nəfəs aldıqca ilham verirsiniz, nəfəs almadıqca çürüməyə başlayırsınız. Həqiqətən xoşbəxt ola bilmək üçün xoşbəxtliyi axtarmaqdan əl çəkin. Hər şeyin gözəl bir cəhəti var əslində, amma onu hamı görə bilmir. Qadınlar xeyirxah olmağa kişilərdən daha çox üstünlük verirlər. Hər işi heç vaxt peşəkar olmayacaqmış kimi öyrənin və həmişə ondan itirməyə qorxurmuş kimi yapışın. Özgələrindən hörmət görmək istəyirsinizsə, əvvəlcə özünüzə hörmət edin. Yaxşı insanlar dayanmadan özlərini gücləndirirlər. Səhvlərinizdən utanmağınız onları cinayətə çevirə bilər. Öyrəndiklərinizdən məqsədinizə çatmağa hələ varmış və hər an itirəcəkmiş kimi yapışın. Gözəl düşüncələrlə bağlı baş sındırdıqca həyatınız və nəticədə dünyanız gözəlləşəcək. Ölülərimizi özümüzə yaxın saxlamalıyıq və onlara hələ də yaşayırlarmış kimi hörmət etməliyik. Heç bir istedad, istedadlı olmağı arzulamaq qədər güclü deyil. Hara gedirsiniz gedin, əslində olduğunuz yerdəsiniz. Müdrik insan danışmazdan əvvəl addım atar, sözlərini öz hərəkətlərinə görə müəyyən edər. Müdrik insan düzgün olanı bilir, acgöz isə nəyin pul qazandıracağını.
Heç bir insanoğlu musiqinin yaratdığı gözəlliklər olmadan yaşaya bilməz. Daşı sındırmaq üçün cilalamaq lazımdır. İnsanı sındırmaq üçün isə tənqid etmək. Həyat əslində çox sadədir. Biz onu çətinləşdirmək üçün əlimizdən gələni edirik. Səhvini düzəltməyən insan daha böyük səhvə yol verər. Bir əlinizdə həqiqəti, digərində xeyirxahlığı tutun. Sevgiyə və etibara inanın. Özünüzü sənətin ağışına buraxın. Əgər bütün həyatımızı bircə sözlə təsvir etməli olsaydıq, həmin söz düşünmək olardı. Bir aslan məni ağacın başına qədər qovaladı. Yüksəklikdən mənzərə necə də gözəldir. Müdrik insan üçün ən qiymətli xəzinə qızıl və almaz deyil, dürüstlük və sədaqətdir. Əlbəttə, əzab çəkməliyik, amma onun altında əzilməməliyik. Qarşılıq gözləmədən sadəlöhlüklə addım atın. Ağıllı insanlar əvvəlcə hadisələrin qaynağını araşdırar, uğur qazandıqda isə artıq ən yüksək pillədə olarlar. Xatirələrinizi sevin, onlardan nələrsə öyrənin və yolunuza davam edin. Hamı müəyyən şeylər yeyir içir, yalnız bəziləri ləzzətli şeylərin dadını hiss edir. Doğruluğun nə olduğunu bilməyən insan şəxsiyyəti tam formalaşmamış insandır. Cəhalət zehnin gecəsidir, lakin onda ay və ulduzlar yoxdur. Varlanmağın şərəfli yolu olsaydı, əlbəttə yoxlayardım. Oğluna öhdəliklərini öyrətməyən ata, ən azı borcunu yerinə yetirməyən oğul qədər günahkardır. Bir sahənin iki nöqtəsi arasında ən qısa məsafə böyük bir ağacın düz ortasından keçən düz xəttdir. Keçmişdə baş verənlər haqda danışmağın bir faydası yoxdur. Keçmişi günahlandırmaq heç kimə xoş təsir bağışlamaz. Zülmkarlığa qarşı çıxmayıb səssiz qalmaq sizin zülmünüzün başlanğıcıdır. Əsas kökə düzgün qulluq etməkdir. Çiçəklər və yarpaqlar özü böyüyər. Hazırlaşmağı bacarmayan insan deməli uğursuzluğa hazırlaşır. Evin balaca ola bilər, amma pəncərələri nəhəng bir dünyaya açılır. Əslinə qalsa, bütün insanlar eynidir. Sadəcə fərdişləri fərqlidir. Hələ həyatı anlaya bilmədən ölümü necə anlayacaqsınız? Hədəfi heç nişan almadan ox atan insan da mütləq nələrəsə nail olar. Hərəkətə keçmək hər zaman heç nə etməməkdən yaxşıdır. Özgələri sizi anlamırsa narahat olmayın. Əslində özünüzün başqalarını anlaya bilməməyinizdən qorxmalısınız. Qərarlı bir insanı məqsədindən döndərmək nəhəng bir ordunu məğlub etməkdən daha çətindir. İnsanın ailəsinə belə izah edə bilmədiklərini başqalarına izah etməsi çox çətindir. Təbiətlə iç-içə olan insan mütləq uğuru və həqiqəti əldə edər. Bağışlamağı bacarmayanlar üstündə yeridikləri körpünü uçurarlar. Həqiqi bilik heç nə bilmədiyinin fərqində olmaqdır. Adi bir küləkdə əyilən yaşıl qamış, fırtınada aşan qovaq ağacından daha güclüdür. Özgələrinin şeytanlarına hücum etməzdən əvvəl öz qəlbinizdəki iblisi öldürün. Heç zaman özünüzdən aşağı mövqedə dayanan bir adamla məsləhətləşməkdən çəkinməyin. Dünyanı sözlər və qanunlar deyil, işarələr və simvollar idarə edir. Yaxşılıq eyni ilə günəş kimidir, düşdüyü hər yeri işıqlandırır. Uyğunluğu və dinciliyi hər şeydən əvvəl özünüzdə axtarmalısınız. Xarici görünüşünə ya da nə yeyib içdiyinə baxıb insanları alçaldanlarla söhbət etməyə çalışmaq vaxt itkisidir. Nəyi tez həll etmək istəyirsinizsə, yarımçıqlığına da dözməlisiniz. Hələ düz əməlli yaşamağı bacarmaya ölümdən niyə bu qədər qorxursunuz? Şam və küknarların yarpaqlarını tökmədiyi yalnız qış gələndə başa düşürük. Həqiqət insanı ucaltmaz, həqiqəti ucaldansa insandır. Çay ruhu qidalandırır, ağlın qarmaqarışıqlığını aradan qaldırır, düşüncələri oyadır, vücudu yeniləyir və qavramanı gücləndirir. Müdrik insan heç vaxt bir uşağın səmimiyyətini nəzərdən qaçırmaz. İnsanları canavarlardan fərqləndirən tək cəhət hörmət hissidir. Daim təzyiq göstərən bir rəhbərlik yırtıcı pələngdən daha qorxuncudur. Saf, hamar çınqıl olmaqdansa üzəri cızıqlı, almaz olun. Bir şeyi sevmək sonuna qədər onu yaşamaq istəməkdir. Dövlətin başındakılar özlərini daim yeniləməlidir. Yoxsa cəmiyyət də özünü inkişaf etdirə bilməz. Əxlaqlı insan gözəl danışmağı da bacarır, amma hər gözəl danışan əxlaqlıdır deyə bir şey yoxdur. Dedikləri əməllərinin qarşısına keçən insan utanmalıdır. Ta onu tapmaq üçün müəyyən bir yeri axtarmağınıza ehtiyac yoxdur. Onu qəlbinizdən başqa yerdə tapa bilməzsiniz. Bir barmaq ulduzları göstərərkən sadəcə axmaqlar barmağa baxar. Özünüzə qarşı dürüst, özgələrinə qarşı nəzakətli olun. Yaxşılığın nə olduğundan xəbəri olmayanların da qəlbində mütləq yaxşılıq gizlənir. Düşünmədən nəsə öyrənməyə çalışmaq, qüvvəni əbəs yerə sərf etməkdir.
Unutmayın, yuxarıdan aşağı baxdığınız hər şey bir gün sizin də başınıza gələ bilər. İşini sevən insan ömrü boyu heç işləməmiş hesab olunur. Əgər mövzu təhsildirsə, sinfi bərabərsizlik qətiyyən olmamalıdır. Dünyaya qalib gələn insan müdrikdir əlbəttə, lakin ən müdrik insan özünə qalib gələndir. Pis insanlar onlara edilən cömertliklərə dəyər verər, yaxşılarsa daim ədalətə. Səhvlərin fərqinə varıb düzəltməyə çalışmaq ən gözəl fəzilətdir. Kiçicik bir şam işığı dünyadakı bütün qaranlığı aydınlatmağa kifayət edər. Günəşi üzünüzdə hiss edə bilmək bütün ləl-cəvahiratlardan dəyərlidir. Doğrunu sevənin yaxşılığı doğrunu bilənin yaxşılığından üstündür. Bir almazın ləkələrini silərək təmizləyə bilərsiniz, amma söylənilən ağır sözləri heç vaxt geri ala bilməzsiniz. Axmaqlar təsadüfən gördükləri şeylərə təəccüblənərlər, ağıllı insanlarsa hər zaman gördüklərinə. İnsanlar nəhəng dağları yıxmağa, kiçicik daşı yerindən oynadaraq başladırlar. Rəhbərlər öz səhvlərinə göz yummağı necə də bacarırlar. Müdrikliyin sirri insanların yaşad olmasını maraqla izləməkdə gizlidir. Başqasının quyusunu qazanlar bir gün mütləq o quyuda boğularlar. Ağıllı insan ona verilən tapşırığı ən yaxşı şəkildə yerinə yetirməyə çalışar, artığını istəməz. Sadəcə coşquyla və öyrənmək həvəsi ilə alışıb yananlara nəsə öyrədə bilərəm. Yeməyini yataqda yemək üçün təkid edən, qırıntılarla dolu bir gecə keçirər. Getməyə davam etdiyiniz müddətcə nə qədər irəliləməyiniz vacib deyil. Müdrik insan başqalarını danışmadan da təsir altına sala bilər. Pis toxum adlı məhfum yoxdur, diqqətsiz cütlüklər var. Gül verən əllərdə mütləq gözəl ətir qalar. Paylaşmağı bacaranların da yaxşılıqları heç zaman qarşılıqsız qalmaz. Mütəmadi olaraq yeni şeylər öyrənmək və bunları tətbiq etmək. Məncə xoşbəxtliyin ən gözəli elə budur. Gənclikdə mübahisələrə, yetkinlik dövründə münasibətlərə, yaşlandıqda isə sahib olduqlarınıza diqqət edin. Mənfəət üçün hərəkətə keçənlər yolun sonunda mütləq zərər çəkərlər. İnsanlara nifrət etmək istəmirsinizsə, onlardan heç nə ummayın. Siyasətçilər seçkilərdən əvvəl əlinizi sıxar, sonra inamınızı sarsıdarlar. Bir işə başlayanda hər şeyə bəsit yanaşın. Diqqətinizi əsl məqsəddə cəmləşdirin. Başqa fikirlərlə özünüzü yormayın. Öyrənmə istəyi müdrikliyə, həvəslə çalışmaq cömertliyə, utanmağı bacarmaqsa cəsarətə yaxındır. Bəziləri xoşbəxtliyi yuxarıda axtarır, bəziləri aşağıda. Halbuki xoşbəxtlik insanla eyni səviyyədədir. Doğru olanı bilə-bilə hərəkətə keçməmək ən böyük qorxaqlıqdır. Əməllərinizdən əmin deyilsinizsə diqqətli olun və az danışın. Müdrik ağıl düşməni hədəf alar, müdrik qəlb isə dostunu. Bəzən toxum cücərər, amma çiçəkləri açmaz. Bəzən də çiçəklər sarmaşar budaqlara, amma meyvələr yetişməz. Nə isə bilmək istəyərkən öyrənməyə həvəsiniz yoxdursa, deməli beyninizi əbəs yerə yorursunuz. Heç bir mükafat gözləmədən canla başla çalışan şagird tapmaq necə də çətindir. Təhlükələri ağlından çıxarmayan şəxs yerində rahat otura bilər. Müəllimlər qapını açar, içəri keçib keçməmək sizə qalıb. Varlı və ağılsız insanlar öz yağında boğulan donuz kimidir. Ədaləti özünə əsas prinsip seçən insan qütb ulduzu kimidir. Bütün ulduzlar sönəndə o daim işıq saçır. Həmişə ancaq doğru olan şeylər üçün söz verin. Beləcə, heç vaxt sözünüzdən qaçmalı olmazsınız. Səlis nitqin və amiranə davranışın yaxşı insan olmaqla heç bir əlaqəsi yoxdur. Müdrik insan sakit və səssizdir. Səbirlə cənnətlə olan görüşünü gözlər. Dürüstlük heç vaxt tək deyil, mütləq ətrafında dostları vardır. Bir şeydə seçim etmək sadəcə bilməkdən daha yaxşıdır. Siz özünüzü, uğurlarınızı düşünməklə mühakimə edərkən, başqaları sadəcə sizin uğurlarınıza baxar. Yaxşı insan köklərlə maraqlanır, ona qulluq edir, sulayır, ondan tumurcaqlanan hər şeyi sevir. Nə heç bir insan, nə də çox insan. İkisinin ortası, müdriklik dediyin bax budur. Əxlaqlı olmaqdan əl çəkən müdrik insan hələ də müdrikliyə layiqdirmi? Şəxsiyyət insanın onurğasıdır, musiqi isə şəxsiyyətin güllər açması. Ağıllı insanların gözləntiləri özlərinə əsaslanır, adi insanlarınki isə başqalarına. Dürüst olarkən davranış qaydalarına da əməl etməlisiniz, əks halda kobudlaşarsınız. Qəlbinizdə hər şeyə sevgi bəsləmək, ən doğrusu budur. Ağıllı insan ruhunu sevər, ağılsız insanlarsa sahib olduqlarını. Ağlınızla dua etmirsinizsə, deməli dualarınız əbəsdir. Qərarlı, səbirli,
Sadə və dürüst olanlar xeyirxah insanlardır. Oxumaq, öyrənmək, çoxdan bəri görmədiyin dostlarını görmək, bunlar xoşbəxtlik deyilmi? Su töküldüyü qabın formasını aldığı kimi ağıllı insan da hər şəraitə uyğunlaşır. Düşünmədən oxumaq ağlı qarışdırır, amma oxumadan düşünmək təhlükəlidir. Dürüstlüklə gəldiyi müddətcə nə kasıblıqda, nə də var dövlətdə utanmaq olmaz. Sizi daim tərifləyən düşməniniz, səhvlərinizi üzünüzə söyləyənsə dostunuzdur. Müdrik insan dediyini eləyənə qədər uğurlarından söz açmaz. Yazı ilə bütün sözlər ifadə edilə bilməz, sözlərsə bütün düşüncələri dilə gətirə bilməz. Eşq ədviyyat kimidir, həyatınızın dadını gözəlləşdirə də bilər, məhv edə də. Niyyətiniz yaxşı olduğu müddətcə gördüyünüz hər şeyi gözəl qəbul edəcəksiniz. Səhvlərinizlə qarşılaşanda onları tərk etməkdən qorxmayın. Xoşbəxtlik dağın başında yox, dağa dırmanmaqdadır. Yaxşılığın qarşılığı yaxşılıqdır, pisliyin qarşılığı isə ədalət. Yeyəcək çörəyim, içəcək suyum, başımı qoyacaq yastığım varkən niyə xoşbəxt olmamalıyam? Məndən mərhəmətin izahını soruşdular. Tək bir cavab verdim. Bir-birimizi sevmək. Dəyərsiz sualları cavablandırmayın. Dəyərsiz cavab verənlərə isə heç bir sual verməyin. Dil tapmağın təməl məqsədi əxlaqa və sevgiyə əsaslanan çarə tapmaqdır. Müdrik insan kasıblıqdan və ölümdən yox, biliksiz qalmaqdan qorxar. Liderinizin sizi pis yola çəkməsinə icazə verməyin. Özümüzü xoşbəxt olmağa məcbur etmək, özgələrini xoşbəxt olduğumuza inandırmaqdan daha asandır. Kasıblığa şikayət etmədən dözmək çətindir. Şərəfsiz varlı olmaqsa çox asandır. Qınından çıxmadan qılıncın nə qədər iti olduğunu bilmək olmaz. Qulaqlarınızla yox, ağlınızla dinləyin. Bütün diqqətinizi kainata cəmləyin. Uğur qazanmaq istəyənlər başqalarının uğuruna da kömək etməlidirlər. Təcrübəsiz gəncləri müharibəyə itələmək, onları fəda etməkdir. Xeyirxah insan öz məqsədi uğrunda mübarizə aparanda da başqalarına kömək etməyə çalışar. Sözlərin gücünü bilmədən daha artığını öyrənmək qeyri-mümkündür. Hər gün bir ovuc torpaq daşısanız, əlbət bir gün sizin də dağınız olar. Deyəcəkləriniz səssizliyi pozmağa dəymirsə, xahiş edirəm susun. Verdiyi sözləri unutmayanlar şərəfli və dürüst insanlardır. Öyrənmək üçün lazım olan yeganə şey sadəlöv bir ağıldır. Hər şeyin mənbəyi və sonu dürüstlükdür. Onun olmadığı yerdə heç nə həyat tapa bilməz. Heç bezmədən öyrənməkmi, heç yorulmadan öyrətməkmi, hansı mənə aiddir? Nəsə istəməzdən əvvəl görəsən ona uyğunammı, deyə özünüzə sual verin. İnsanlar heyvanlara çox oxşayırlar, amma bunu eşitmək xoşlarına gəlmir. Həqiqəti bilib ona uyğun davranmaq cəsarət və qərarlılıq tələb edir. Dürüst insanların səsi də əxlaqsız insanların səsi qədər gür çıxmalıdır. Milçəyi öldürmək üçün silahdan istifadə olunmur. Sizi məqsədinizə aparacaq vasitəni düzgün seçin. 4 nala çapan atlar belə ağızdan çıxan sözü sonradan tutub geri qaytara bilməz. Gücsüz insanlar düz irəliləyiş əldə edəcəkləri anda mübarizəni tərk edərlər. Unutmayın, hər təbəssümün arxasında kəskin dişlər gizlənib. Səbirsiz insanlardan nə yaxşı şaman, nə də yaxşı həkim çıxar. Başqalarına qarşı xoşxasiyyət, özünüzə qarşı sərt olun. İnsan cənnət və yer üzü qədər nəhəngdir. Buna rəğmən yenə də özündə bədbəxt olacaq nəsə tapır. Kaş insanlar gözəllik əsiri olduqları qədər dürüstlüyün əsiri olaydılar. Dəyişimi qavraya bilsəm, həyatda heç zaman böyük səhvlər etmərəm. Əsl müəllim keçmişi yaradarkən bu günü anlaya biləndir. Seçim azadlığı ola-ola yaxşının yanında durmayan insan axmaqdır. Müdrik insana xidmət etmək asandır, onu razı salmaqsa çətin. Musiqi insanlığı mükəmməlləşdirməlidir. İnsan gözəl musiqi dinləyəndə gözəl düşüncələrə dalmalıdır. Keçmişdə alimlər özlərini inkişaf etdirməyə çalışırdılar. İndi isə ancaq başqalarının xoşuna gəlməyə çalışırlar. Evinizdən uzaqdaykən hörmətə layiq bir qonağın hüzurundaymış kimi davranın. Əvvəlki krallar sevinclərini musiqi ilə, qəzəblərini isə qılınclarla bəzəyirdilər. İstirabdan xilas olmaq üçün onu dibinəcən yaşamaq lazım gəlir. Sadəcə öz mənfəətini güdən insanın düşməni çox olar. Çıxdığı yola canını qoyan, amma geyimindən və yediyi yeməkdən utanan adam döyüşə çağırılmaz. Bir yerdəki kiçik insanların böyük kölgələri var, deməli o yerdə günəş batmaqdadır. Gücsüzlər ot kimidir, güclülərsə külək. Külək hansı tərəfə əsərsə, otlar da o istiqamətdə əyilər. Çörək və suya qane olan, yatmaq üçün yerdən başqa heç nə istəməyən insan hər yerdə xoşbəxt olar. Təbiətdəki hər şeydə bir gözəllik gizlənir, ancaq hamı bunu görə bilməz.
İnsan qəlbinə və ağlına yaxşılıq qoyarsa, heç bir pislik ona təsir etməz. Sədaqət və doğrular ağanız olmalıdır və heç vaxt səhvlərinizlə üzləşməkdən qorxmamalısınız. Xoşbəxtlik istəyinizə sahib olmaqda deyil, sahib olduqlarınızı istəyə bilməkdədir. İşləyin, amma istirahət etməyi unutmayın. İstirahət edin, amma sonra işləməyə davam edin. Heç kim uğur nərdivanını əlləri cibində dırmanmayıb. Bu dünyanı belə az tanıyarkən, o biri dünyanı necə bilim? İnsan öz təbiətini tanıyıb öyrəndikcə düz yolu tapar. Ən zəif insan belə yolun yarısında ruhdan düşür. Hələ başlamadan niyə gözünü qorxudasan? İnsan uğur qazanacaq qədər bilikli olsa da, əxlaqı yoxdursa mütləq bir gün məğlub olar. Öz mənliyinin əksinə gedən insan düzgün yoldan uzaqlaşar. Qəlbində yaxşılıq olmayan insan heç vaxt həqiqi xoşbəxtliyi dada bilməz. İnsan uca dağlarda yox, kiçik təpələrdə büdrəyər. Elə bilirsiniz əxlaq sizdən çox uzaqdadır, qəlbinizə baxsanıza. Pislər bizə yoldan ötən biri kimi gələrlər. Əvvəlcə qonağımız olarlar, sonra ev sahibi kimi bizimlə qalarlar. Təvazökarlığın nə olduğunu bilmədən danışan insan nə edirsə etsin, sözləri qulağa pis gələr. Müdriklik söhbətin asta, hadisələrin isə çox sürətlə baş verməsindən narahatlıq keçirməkdir. Başqalarını özünüzü sevdiyiniz kimi sevin. Başqalarını özünüzü mühakimə etdiyiniz kimi mühakimə edin. Müdrik insanın xeyirxahlığı gizli qalmaz. Gündən-günə parlayar, çoxalar. Yol insan üçün deyil, insan əli ilə yaradılıb. Müqəddəs yolu insandan uca qəbul etsək, səhv etmiş olarıq. Süni sözlər və saxta davranışların fəzilətdə yeri yoxdur. Su boşluğu doldurduğu kimi mənfi düşüncələr ağlınıza girər və bütün beyninizi əhatə edər. Güclü insan heç büdrəmədiyi üçün deyil, uğursuzluqlar onun qarşısını ala bilmədiyi üçün güclüdür. Almaz cilalanmadan mükəmməl olmadığı kimi, insan da əzab çəkmədən püxtələşməz. Hamı yeyib içir, ancaq dad almağı bacaran insan çox azdır. Ən aşkar şey ən gizli, ən səs-küylü şey isə ən susqun olandır. Vicdanımız bizə daim biri tərəfindən təqib edildiyimizi xatırladır. Təbiətin mədəniyyəti üstələdiyi yerdə insanlar kobud, mədəniyyətin təbiəti üstələdiyi yerdə isə dikbaş olarlar. Xətalarını görüb düzəltməyə can atan bircə insan axtarırdım. Zəhmətin əbəs imiş. Ağıllı insanın hədəfi daim yüksək olur. Kiçik işlərlə zəif insanlar məşğuldur. Xoşbəxt ailə həyatı mükəmməl ahəng təşkil edən bir orkestr kimidir. Müdrik insan həmişə sözlərinin səmimiliyinə diqqət yetirir. İnsan qalibiyyət əzmindən əvvəl məsuliyyət sevgisi ilə alışıb yansa, dünya daha yaxşı bir yer olmazmı? İnadkar ehtiraslarımız ruhumuzun qapılarını bir-bir bağlayır Tanrının üzünə. İstənilən məkanı gözəlləşdirən eşqdir. Məhəbbətin olmadığı yeri seçənlərsə ağılsızdır. Ağıllılar şərəfli və təvazökardırlar. Ağılsızlarsa şərəfsiz və özündən razı. Ulduzlar səmada sonsuzluq işığının əks etdirdiyi dəliklərdir. Kiçik sözlər böyük dəyərləri, kiçik xətalar böyük işləri məhv edə bilər. Ya bir yol tapın, ya bir yol açın, ya da yoldan çəkilin. Həyatınızı sədaqət və inam əsasında qurun. Əxlaqi cəhətdən sizinlə uzlaşmayan insanlarla dostluq etməyin. Səhv edəndə düzəltməkdən heç vaxt çəkinməyin. Ata-ananız vəfat etsə belə özünüzə yaxşı bir məqsəd müəyyən edin və onların adını yaşatmaq uğrunda bu məqsədə çatmağa çalışın. Hər şeydən əvvəl böyüklərinizə qarşı hörmətli olun. Verdiyiniz sözlərin arxasında durun və bir səhv etsəniz həqiqətdən əl çəkməyin. Müdrik insanı uçuruma apara bilərsiniz, amma onu zorla aşağı itələyə bilməzsiniz. Ona təsir edə də bilərsiniz, amma heç vaxt aldada bilməzsiniz. Oxçuluq da müdrikliyə bənzəyir. Oxu atanda hədəfi vura bilməzsiniz. Səhvi hədəfdə yox, özünüzdə axtarın. Müdrik insan 3 müxtəlif mərhələdən keçir. Uzaqdan baxılanda sərt görünür, yaxınlaşanda mehribandır. Danışmağa başlayanda isə qərarlıdır. Müdrik insan tək olanda özünü müşahidə edər, qəlbinin dərinliklərinə baxar. Orada yanlış bir şey yoxdursa, deməli qorxulu bir şey yoxdur. Dünyanın digər yerlərində mütləq mənim qədər şərəfli ya da dürüst insanlar var, amma mənim qədər öyrənməyə həvəsli olan çətin tapılar. Hər şey birlikdə böyüyür, inkişaf edir, biri digərini incitmədən. Fəsillər, ay və günəş bir-biri ilə çarpışmadan yollarına davam edirlər. Gözəl olan 3 növ əyləncə var. Musiqi ilə əylənmək, düşüncələri müzakirə etmək və çoxlu ağıllı dostların olması. Yeni müalicə üsullarının yaxşı olması köhnələrinin faydasız olduğu mənasına gəlmir.
Əcdadlarımızın tətbiq etdiyi metodlar səmərəli olmasaydı, bugün mövcud olmazdıq. Bir insana hamı nifrət edirsə, deməli ortada araşdırılmalı vacib məsələ var. Əgər bir insanı hamı sevirsə, vəziyyət daha şübhəlidir. 15 yaşım olanda ancaq daha çox öyrənmək barədə düşünürdüm. 30 yaşıma gəldiyimdə isə harada durmalı olduğumu öyrəndim. Hər işin başlanğıcı olduğu kimi bir sonu da var. Bunu heç yaddan çıxarmadan yaşamaq xoşbəxtliyin açarıdır. Mən güləndə gülən, mən ağlayanda ağlayan bir dost istəmərəm. Bütün bunları kölgəm də edər. Yaxşı müəllim şagirdlərinə yol göstərər, qollarından tutub dartışdırmaz, irəliləməyə kömək edərkən onların qarşısını kəsməz. Öyrəndiklərini davamlı olaraq yeniləyən və bunu həyata keçirə bilənlər cəmiyyətimizin rifahına rəhbərlik edəcəklər. Dövləti şərəflə idarə edənlər qütb ulduzuna bənzəyirlər. Bütün digər ulduzlardan daha parlaq və daha gözəgəlimlidirlər. Müdrik insan ən rahat, ən dinc anda belə təhlükələri yaddan çıxarmaz. Hər an, hər vəziyyətə hazır olar. Ulduzları hədəf alıb ayı vursanız da bəxtiniz gətirmiş sayılırsınız. Ən azından nəsə əldə edədiniz. Əksər insan hədəf almağı da bacarmır. Biliyi zehnimdə toplamaq, heç yorulmadan öyrənmək, heç yorulmadan öyrətmək, bunlar həyatda elədiyim ən asan işlərdir. Dürüst və vədinizə sadiq qalın, addımlarınızda diqqətli olun, bu yolla vəhşilərin arasında da sağ qala bilərsiniz. Qəlbinizdəki yaxşılığı kəşf etdiyiniz anda ona 450 sarılın. Pisliklə qarşılaşsanız, bir an əvvəl ondan canınızı qurtarmağa çalışın. Yaşadığınız coğrafiyada dürüstlüyün izahı bir qədər fərqlidir. Ata oğlunun cinayətini örtbasdır edər, oğul da atasının günahını. Qəlbinizin dərinliklərində utancaq bir şey yoxdursa, qorxu və narahatlıq keçirməyinizə də ehtiyac yoxdur. Mərhəmət başqaları üçün fədakarlıq etməyi tələb edən ən gözəl duyğudur. Sanki bütün insanların məqsədi tək bir bədəndə toplanıb rahatlıq tapmaqdır. İnsan tək bir sözlə müdrik ola və tək bir sözlə gülünc vəziyyətə düşə bilər. Buna görə də işlətdiyimiz sözləri 100 ölçüb bir biçməliyik. İnsana nə isə desəniz unuda bilər, nə isə göstərsəniz xatırlaya bilər, amma öyrətsəniz, başa salsanız tamamilə anlaya bilər. Ölkəsini düzgün idarə etmək istəyən şəxs əvvəlcə ailəsində əminamanlıq yaratmalıdır. Öz ailəsini idarə edə bilməyən adamdan böyük bir ölkədə asayiş yaradacağını gözləmək olarmı? Nə olur olsun, öz dəyərlərimi başqasının dəyərlərinə dəyişmərəm. Ona görə də mən müəlliməm, onlarsa şagirdlərim. Günahkar olanda səhvlərimizin fərqinə varmaq təvazökarlıq, ancaq bunu bütün dünyaya elan etmək təkəbbürdür. Düzgün istifadə edilməyən dil nəzərdə tutulan mətləbi çatdırmağa qadir deyil. Deyilənlə nəzərdə tutulan eyni olmadıqda isə ortaya lazımsız işlər çıxar. Anadan gəlmə dahi olanların belə çox çalışanların qarşısında bəxti gətirmir. Çox çalışanlarınsa çox sevənlərin qarşısında. Dövlət başçıları ilə xalqa münasibəti küləklə ot kimi olmalıdır. Külək əsəndə otlar əyilə bilməlidir. Özünüzə daim hansı işi görməliyəm sualını verin. Hər kəslə xüsusi qonağınız kimi davranın. Bütün biliklərin məğzi əslində varlıqları doğru şəkildə öyrənməkdir. Hər şey düzgün təsvir olunduqda təbii olaraq qruplara ayrılar və anlamaq asanlaşar. Həyatda diqqət etməli olduğunuz 3 şey var. Gənckən arzularımız, yetkinlik dövründə ehtiraslarımız, qocalanda iddialarımız. Bizi duyğularımız deyil, ağlımız idarə etməlidir. Doğru düşünüb düzgün danışmağı, ən yaxşı davranmağı ancaq ağılla öyrənə bilərik. Bir şeyi bilmək, bir şeyi sevmək qədər gözəl deyil. Sevməksə onun zövqünü hiss etməyin yanına belə yaxınlaşa bilməz. Həyatın yeganə məqsədi dürüstlükdür. Dürüstlüyünü itirən insanın həyatına davam etməsi olsa bəxtinin gətirməsidir. 300 cümlə arasından bütün öyrəndiklərimi ümumiləşdirib, birini deməli olsaydım bunu seçərdim. Düşüncələrinizdə pisliyə yer verməyin. Dərdi dünya olan insanın nə bir şeyin tərəfini tutar, nə də bir şeyin qarşısında durar. O, sadəcə doğruluğun yolunu izləyər. Müdrik insan özünü həyatından razı və tamamlamış hiss edər. Pis insanlarsa daim narahatlıq içində olar. Hamı var dövlət və şan-şöhrət arzusundadır. Ancaq düzgün yollarla əldə edilməzsə, hamısı bir əldən çıxar. Addımladığınız yoldan istədiyiniz anda uzaqlaşa bilməzsiniz. İstədiyiniz anda tərk edə biləcəyiniz yol sizin yolunuz deyil. Bəzisi dahi doğular, bəzisi çalışaraq öyrənər. Bəzisi də əzablı yollardan sonra müdrikləşər. Əvvəl-axır hamısı eyni biliyə sahib olar. Bildiklərinizi gözdən keçirərkən yeni şeylər öyrənməyə çalışın.
Yalnız bu yolla bildiklərinizi başqalarına ötürə bilərsiniz. Hər bir həqiqətin 4 küncü var. Mən müəlliminiz olaraq bir küncü sizə verdim. Qalan üçünü tapmaqsa özünüzə qalıb. Var dövlət azlığın əlində toplanarsa, insanlar parçalanar. Lakin hər şey bərabər şəkildə ədalətlə paylanarsa, insanlar bir yerə yığışar. Fələyin çarxı dayanmadan fırlanır. Bugün yuxarıda olanın sabah çəmbərin altında qalmayacağını kim bilir? Ağıllı insan hamıyla yola gedər, amma kütlənin arxasınca getməz. Bir də kütlə ilə birgə addımlayıb yola getməyənlər var. Bax, onlar alçaq insanlardır. Düzdür, bəlkə də mükəmməllik heç vaxt əlçatan olmayacaq. Amma mənliyimiz ona aparan yolda güclənəcək. Fikirlərimiz o yolda nizama düşəcək. İnanın mənə, yaşad olmaq gözəl duyğudur. Düzdür, ola bilsin həyat səhnəsindən enərsiniz, amma sizi tamaşaçıların arasında çox gözəl bir yer gözləyir. Özünüz üçün gözləntilərinizi yüksəldərkən başqalarından heç nə gözləməyin. Beləcə heç vaxt xəyallarınız puç olmayacaq. Dünyanın ən gözəl görüntüsünü görmək istəyirsinizsə, bir uşağın sizin göstərdiyiniz yoldan həyata atılmasını izləyin. Başqaları üçün nəsə arzulayarkən özünüzü onların yerinə qoyaraq arzulayın və onları özünüz kimi qoruyun. Qüdrətli dövlət yaratmaq üçün bütün xalqa bəs edəcək qədər qida, güclü ordu və ən vacibi rəhbərlərinə arxalanan xalq lazımdır. Hər şeydə bir gözəllik gizlənir. Ona görə bilmək üçün lazım olan yeganə iş daha pisini xəyal etməkdir. Qalibiyyət arzusu, qələbə əzmi, bütün gücünüzü sərf etmək həvəsi, mükəmməlliyə aparan yolun açarı məhz bunlardır. Bir insanı nə iləsə məşğul olarkən uzaqdan izləyin. Onu bu işə təşviq edən səbəbləri, xoşbəxt olduğu məqamları müşahidə edin. İnsan özünü belə anlarda heç vaxt gizlədə bilməz. Birinə bir kasa düyü versəniz, qarnını bir günlük doydurmuş olarsınız. Amma düyünü necə əkib becərməyi öyrətsəniz, onun bütün həyatını xilas etmiş olarsınız. Yaxşı insan görəndə ondan örnək almağa çalışın. Pis qəlbli insan görəndə isə onun səhvlərini özünüzdə də axtarın. Cənnət bizə həm yaxşı, həm də pis işarələr göndərir. Ağıllılar həmin işarələri görüb yollarını onlara uyğun istiqamətləndirirlər. Bilik müdriklik deyil, fikirlərin ağıl vasitəsilə nizamlanmasıdır. Müdriklik isə biliyin o üzünə keçə bilməkdir. İnsanlar sizin istedadınızı görmür deyə narahat olmayın, amma siz onlarınkini görmürsünüzsə o zaman qorxun. Kitabçılar hörmətə layiq insanlardır. Onların sayəsində əldə edirik ehtiyacımız olan və təəssüf ki, bunun fərqində olmadığımız kitabları. Nə olur olsun, 5 hissədən əl çəkməmək həqiqi əxlaqa aparan qapını aralayar. Ciddilik, təvazökarlıq, səmimilik, dürüstlük və nəciblik. Nə qədər bacarırsınız yoxlayın. İnsanları musiqi ilə aldada bilməzsiniz. O, bütün çılpaqlığı ilə qələbənin dərinliklərinə sızmağın yolunu mütləq tapar. Həmişə doğruları danışın, qəzəbə boyun əyməyin, hər zaman paylaşın. Tanrılara bu 3 addımla yaxınlaşa bilərsiniz. Müdrik insan istedadının sərhəddindən narahat olar, başqalarının onun istedadından xəbərdar olmasından yox. Fəzilət sudan, oddan daha lazımlıdır. Su və od alış-verişində ölən çox insan tanıdım. Amma fəzilətini paylaşarkən ölən kimsəni görmədim. Yaxşı insanlar üçün ədalət hər şeydən üstündür. Cəsarət göstərib ədalətə göz yuman yaxşı insanlar üsyankar, pislərsə oğru olarlar. Müdrik insan doymaq üçün partlayana kimi yeməz. Getdiyi yerdə rahatlıq axtarmaz. Hər zaman işində təmizkar, cümlələrində isə diqqətli olar. Müdrikliyə aparan yol səyahət etməyə bənzəyir. Uzağa getmək üçün əvvəlcə yaxınımızı keçib gedərik. Yüksəyə qalxmaq üçün ən dibdən başlarıq. Nifrət etmək asandır, sevməksə çətin. Bütün yaxşı şeyləri əldə etmək çətin, pis şeylərə çatmaqsa asandır. Böyük insanların səhvləri ay və günəş kimidir. Onları görə bilmək üçün başınızı yuxarı qaldırmalısınız. Yamanlığa yaxşılıqla cavab verin deyirlər. Bəs yaxşılığa necə qarşılıq verməliyik? Məncə pisliyə ədalətlə, yaxşılığa elə yaxşılıqla cavab verməliyik. Müdrik insan heç hərəkət etməsə belə hörmət oyadır. Heç danışmasa belə ətrafındakılarda inam hissi yaradır. Müdriklik suda rahatlıq tapır, məhəbbət isə dağlarda. Müdriklik həyəcanlıdır, məhəbbət isə səssiz. Müdriklik həmişə cavandır, məhəbbət isə bir gün gəlir qocalır. Zəif insanlar kiçik yaxşılıqlara xor baxar, kiçik pislərdənsə zərər gəlməz deyə düşünər. Bu, insanların pisliyi elə böyükdür ki, əsla gizlənə bilməz və günahlarının üstü örtülməz.
Cənnət dilə gələ bilirmi deyirsiniz? Ətrafınıza baxın, fəsillər gəlib keçir, hər bir canlı böyüyüb inkişaf edir. Hələ də cənnət dilə gələ bilirmi deyə soruşursunuz. Yoxsulluq içində yaşayan insanlar qanunlara əməl edəcək halda olmurlar. Hamımız, hətta biz belə çox ağır əzablar çəkiriksə, qanunları vecimizə almadan üsyan edə bilərik. Arada bir atanızın və ananızın səhvlərini düzəltməyiniz yaxşıdır. Amma sizi dinləməzlərsə, hörmət və sevginizi heç vaxt itirməyin. Əvvəlcə yaxınımızdakıları sevməliyik, sonra bu sevgi başqalarına yayılmalıdır. Tanımadıqlarımıza və ən sonda bütün dünyaya. Cənnət yaratdığı hər şeydə əl-açıq davranıb, amma ağaclar necə qurumuş yarpaqlarını tökürsə, o da düşməyə hazır olan hər şeydən qurtulur. Nəhəng bir dövləti idarə etməli olsanız, işlərə dəyər verməli, sözünüzə sadiq qalmalı, xərclərinizdə qənaətcil olmalı və ən vacibi insanları sevməlisiniz. Davamlı olaraq dinləyin, şübhəyə düşəndə səssiz qalın, mütləq dilinizə hakim olun, beləliklə daha az səhvə yol verərsiniz. Dürüstlük və inamı birinci dərəcəli vəzifə kimi müəyyən edənlərin dostları da dürüst və etibarlı olacaq. Belə insanlar səhv etməkdən və səhvlərini düzəltməkdən qorxmazlar. Məntiqli insan dünyanı qəbul edir, məntiqsizlərsə dünyanın onlarla layiqlaşmasını gözləyirlər. Buna görə bütün irəliləyişlər məntiqsiz insanlar sayəsində baş verir. Yola çıxanda soruşulası sual, kim keçməyimə icazə verəcək deyil, məni kim dayandıracaq olmalıdır. Yuxarı qalxmaq üçün mütləq bütün pillələri görmək lazım deyil. Bəzən bircə addım atmaq kifayətdir. Əxlaqlı olmağı bacarmamaq, öyrəndiklərimi gözdən keçirməmək, yolu bilməyimə baxmayaraq, doğruluğa irəlilədə bilməmək, səhvlərimi düzəltməmək, bunlar mənim ən dərin kədərimdir. Bir illik xəyal qurursunuzsa, özünüzə bir toxum səpin. Əgər xəyallarınız 10 illikdirsə, bir ağac əkin. 100 illəri ötmək istəyirsinizsə, insanlara nəsə öyrədin. Minlərlə döyüşçüyə sahib olan bir ölkə, yalnız dövlət başçıları özlərini işlərə həsr edərsə, vədlərinə əməl edərsə, insanları sevərsə və əməyə hörmət göstərərsə düzgün idarə edərlər. Tez nəticə əldə etməyə çalışmayın. Kiçik mənfəətlərin arxasınca qaçmayın. Tez tələsik nəticə əldə etməyə çalışarkən əsl məqsədinizdən uzaqlaşırsınız. Kiçik mənfəətlərin arxasınca qaçsanız, böyük nailiyyətləri əldən verərsiniz. Kainatla eyni tərəfdə olanda artıq siz də tamamlanacaqsınız. Heç bir əskik cəhətiniz qalmayacaq və dövranın bir parçasına çevriləcəksiniz. Bütün möhkəm cəhətləriniz buxarlanacaq. Yalnız təhsil vasitəsilə insan əslində nə qədər az şey bildiyindən xəbərdar olur. Bildikləri ilə qane olmayan insan özünü inkişaf etdirmək məcburiyyətində hiss edir və bilik səyahəti başlayır. Mən şagirdlərimə bilməli olduqlarının 1/4-ni öyrədərəm. Qalan 3/4-ünü onların tapması lazımdır. Buna könüllü olmayansa, onsuz da mənim şagirdim ola bilməz. Məncə 4 növ pislik var. Şöhrətə can atmaq, başqalarının əməyindən sui-istifadə, tövsiyələrə rəğmən səhvlərinə göz yummaq və xəbərdarlıqlara baxmayaraq fikrindən qətiyyən dönməmək. Özümü 3 istiqamətdə müşahidə edərəm. Başqaları üçün nəsəf düşünərkən vicdanlıyam-mı? Dostlarımla münasibətlərimdə dürüstəmmi? Öyrəndiklərimi yetərincə tətbiq edə bilirəmmi? Gənclər evlərində hörmətli, bayırda təvazökar olmalıdırlar. Həyatlarının hər sahəsində diqqətli, dürüst və kübar olmalıdırlar. Amma qardaşlıqda tək düşündükləri sevgi olmalıdır. Dostunuzu özünüzü sevirmiş kimi sevin. Özünüzə rəva bilmədiyiniz şeyləri onlara da rəva bilməyin. Səhvləri bağışlayın, yeri gələndə düşmənlərinizə belə kömək edin. Cənnətin bizə bəxş etdikləri təbiət adlanır. Təbiətlə həmahəng bircə yol və o yolun da öz qaydaları var. Hər ürəyi istəyən o yolu tərk edə bilməz. Tərk edə bilsəydi, təbiətin heç yolu da olmazdı. Doğruluq yolu necə də gözəldir müdriklər üçün. Çağlayan bir çay kimi hər şeyi bəsləyər və alıb düz cənnətin ətəklərini aparar. Hər şeyin qüsursuz olması üçün mükəmməlliyidir. Dəyərli bir insanla danışmırsınızsa, uduzarsınız. Dəyərsiz insanlarla danışarsınızsa, nəfəsinizi boşa sərf edərsiniz. Ağıllı insan nə uduzar, nə də nəfəsini boşa sərf edər. Hər palçıqda sənətkar tərəfindən yaradılmağı gözləyən bir heykəl gizlənib. Palçıq üçün heykəltəraş nə məna kəsb edirsə, ruh üçün də təhsil odur. Təhsil ruhdakı gizlinləri aşkara çıxarır. Dünyaya nizam vermək üçün əvvəlcə xalqı nizama salın. Xalqı nizama salmaq üçünsə ailədə nizam-intizam yaratmaq lazımdır. Ailədə nizam-intizam yaratmaq üçünsə öz həyatımızdan başlayaraq qəlbimizi nizama salmalıyıq.
Hamı var-dövlət və şan-şöhrət arzusunda ola bilər. Ancaq bunlara pisliklə sahib olunursa, heç kim varlı ya da şöhrətli olmamalıdır. Heç kim sizin adınızı bilmir deyə qəm yeməyin. Adınızın bilinməyinə layiq işlər görün. Kişi və qadın, güclü və zəif, sərt və yumşaq, cənnət və dünya, işıq və qaranlıq, şimşək və ildırım, isti və soyuq, yaxşı və pis. Dünyanı qoruyub saxlayan ziddiyyətlərin vəhdətidir. Müdrikliyi 3 yolla öyrənə bilərik. Düşünərək, bu ən vacib yoldur. Yamsılayaraq, bu ən asan yoldur. Son olaraq isə yaşayaraq öyrənə bilərik. Bu da ən əzablı yoldur. İnsanları əmr və cəzalarla idarə etsəniz, bəlkə də təhlükədən uzaq duracaqlar. Lakin heç utanmadan həyatlarına davam edəcəklər. Əxlaq və dürüstlüklə idarə etdiklərində isə həm utanmağı öyrənəcək, həm də özlərini inkişaf etdirəcəklər. İnsanlar qanunlarla idarə edilib asayişi qorumaq üçün cəzalandırırlarsa, cəzadan qaçmağa çalışıb ən kiçik bir utanc hissi yaşamazlar. Ancaq əxlaq və doğruluqdan istifadə edilərsə, asayişi qorumaq üçün mütləq utanc duyğusunu dadıb düz yolu taparlar. 3 faydalı, 3 də zərərli dostluq növü var. Dürüst insanlarla, səmimi insanlarla və yaxşı müşahidə edənlərlə dostluq yaratmaq insana fayda gətirər. Ancaq lovğa, ağıldan kəm və çox danışanlarla dostluq etmək zərərlidir. 2 insanla birlikdə addımlayıramsa, ikisindən də nəsə öyrənərəm. Birinin yaxşı cəhətlərini götürüb təqlid edərəm. Digərinin pis cəhətlərinə baxıb özümdə düzəldərəm. Nə qədər durğun olur olsun, bütün göllərin dalğası, nə qədər qüsursuz olur olsun, bütün çəmbərlərin eybi var. Kaş əlimdə ola, sizin üçün bəzi şeyləri dəyişdirə biləm. Amma təəssüf, bacarmaram. Hər şeyi olduğu kimi qəbul etməlisiniz. Ruhani şeylər necə də qəflətən göstərir gücünü. Gözümüz həmişə onları axtarır, ancaq heç vəclə görə bilmirik. Qulaq kəsilirik, amma heç vəclə eşidə bilmirik. Yenə də hər şeyə nüfuz edirlər. Dünyada onlarsız mövcud olan heç nə yoxdur. Bəzi şeyləri tam anlamadan hərəkətə keçən çox insan var. Mən onlardan deyiləm. Hər şeyi yaxşıca dinləmək, doğruları seçmək və arxasınca getmək, hər şeyi görməyi bacarmaq və barəsində uzun-uzun düşünmək. Bunlar həmişə dərk etmənin yanındadır. Müdrik insan rahatlığı suda, xeyirxah isə xoşbəxtliyi dağlarda tapar. Müdriklər hərəkətə meyillidir, fəzilətlilər sakitliyə. Müdriklər xoş əhval-ruhiyyədə olur, fəzilətlilər isə uzun ömürlü. Qəlbimi 15 yaşda öyrənməyə həsr etdim. 30 yaşımda ayaqlarımı yerə möhkəm bastım. 40 yaşda beynimdə heç bir qarışıqlıq qalmamışdı. 50 yaşıma keçəndə cənnətdən gələn bütün əmirləri bilirdim. 60-a adlayanda əmirləri üsuluna uyğun dinlədim. 70-imdə isə qəlbimin əmirlərinə qulaq verdim. Çünki artıq istəklərim doğru olanın sərhədlərini aşmırdı. Bəzi körpə heyvanlar görürəm. Analarının öldüyündən xəbərsiz hələ süd əmməyə davam edirlər. Sonra hər şeyin fərqinə varıb oradan uzaqlaşırlar. Artıq analarının onları görə bilməyəcəyini, bir də heç vaxt onlar kimi olmayacağını anlayırlar. Onlar analarının bədənini deyil, o vücudu canlı saxlayan şeyi sevirdilər və o artıq gedib. Əsl nəcabətli insan plan qurarkən məqsədinə necə çatacağını fikirləşməlidir, necə pul qazanacağını yox. Bəzən əkinçilikdə ziyana düşüb nəsə öyrənməklə də pul qazana bilərsiniz. İnsan kasıblıqdan qorxmamalı, məqsədinə necə çatacağı ilə bağlı baş sındırmalıdır. Şübhələrinizlə mübarizə aparmaq üçün ətrafınızı diqqətlə dinləyin. Səhvlərinizi azaltmaq üçün ağzınızdan çıxanlara fikir verin. Gözünüzü dörd açın və təhlükələrdən uzaq durun. Sonradan peşman olmamaq üçün hər addımınızı 100 ölçüb bir biçin. Səhvsiz danışmaq və peşmançılıq çəkmədən hərəkət etmək, sizlər bunlarla ucalacaqsınız. Bir insan mənə sığınanda onu ən pis halıyla deyil, ən yaxşı halıyla qəbul edərəm. Nəyə görə bu məsələ haqda artıq əskik danışılır, anlamıram. Məsələn, bir insan yanınıza gəlməzdən əvvəl əllərini yuyubsa, onu o cür təmiz halıyla qəbul etməzsinizmi? Yoxsa bir vaxtlar əlləri çirklidir deyib günahlandırmağa davam edərsiniz? Əxlaqlı insanların 9 amalı olur. 1. Baxanda aydın görmək. 2. Dinləyəndə yaxşı eşitmək. 3. Dostcanlı olmaq. 4. Davranışlarında hörmətsizliyə yol verməmək. 5. Sözündə dürüst olmaq. 6. İşində ciddi olmaq. 7. Şübhəyə düşəndə sual vermək. 8. Qəzəblənəndə çətinliklər üzərində baş sındırmaq. 9.
qazancı görəndə ədaləti xatırlamaq.